Salam əziz müəllimlər. Mən bugün sizə maraqlı bir sualın izahını paylaşacağım. Gəlin keçək sualın izahına. Şəkildə düz xətli hərəkət edən iki cismin koordinatının zamanla asılı qrafiki verilmişdir. K cisminin sürətini müəyyən edin. Koordinat zaman qrafikinə baxaraq mən deyirəm ki, bu cisimlər hər ikisi x oxu istiqamətində hərəkət edir və hər ikisi düz xətli bərabər sürətli hərəkət edir. Deməli, bunların sürəti nədir? Sabitdir. Sürətin ədədi qiyməti və istiqaməti dəyişmir. İndi gəlin biz K cisminin sürətini təyin etməmişdən əvvəl L cisminin sürətini təyin edək. L cisminin sürətini mən 5 saniyə ərzində, zaman ərzində sürətini təyin edə bilərəm. Gəlin baxaq L cisminin sürətinə. Biz sürətin proyeksiya düsturu bilirdik. Necə yazırdıq onu? V bərabərdir. X çıxaq x0 bölünsün t şəkilində. Düzdür? Gətirək qiymətləri qoyacaq yerinə. Deməli, mənim son koordinatım nədir? 40. Başlanğıc koordinatım 60. İndi mən yazıram. Mənfi 40 son koordinatım çıxılsın. Mənfi 60. Bölünsün zaman nədir? 5 saniyə yox, dəqiqə. 5 dəqiqə olur nə qədər? 20-ni də 5-ə bölürəm, alıram 4 metr bölünsün dəqiqə. Bir saniyəyə keçmirik, elə cavablar bizə metr bölünsün dəqiqə şəklində verilib. İndi mən L cisminin sürətini tapdım. L cisminin sürəti dəyişməyəcək. Niyə? Düz xətli bərabər sürətli hərəkət edir. Gəlin indi baxaq görək. L cisminin sürətindən, yəni bu son T nöqtəsində, yəni bu göstərilən zaman anındakı mən zamanı bilməliyəm. Mən bu zamanı bilməliyəm ki, bu zamana uyğun da mən K cisminin sürətini tapa bilim. Ona görə deməli 5 dəqiqədən sonra buradan keçən bir zaman müddətini mən bir T ilə işarə eləyirəm. Və sürətin proyeksiya düsturuna əsasən yenə təkrar yazıram. Necə yazmalıyam? 4 sürəti yazıram. 4 metr bölünsün dəqiqə bərabərdir. X çıxılsın x0 yazmalıyam. Mənim son koordinatım nədir? 0. Başlanğıc koordinatım nədir? Mənfi 60. Yazıram 0 çıxılsın mənfi 60. Bölünsün zaman nə yazmalıyam? 5 üzərinə gəlinsin t. Yazıram 5 üstə gələk t şəklində. Buradan da vurub açsam alıram 20 üstə gələk 4t bərabərdir 60-a. 4t bərabərdir 40-a, t də bərabərdir 10 dəqiqə. Deməli 10 dəqiqə haradır? 10 dəqiqə, baxın bu t olandır, 10 dəqiqə. Amma mənə lazımdır bu nöqtədəki zaman. Bu nöqtədəki zaman 5 üstə gələk 10-dur. Deməli onda bu nöqtədəki zaman olur 15 dəqiqə. 15 dəqiqə ərzində mən artıq K cisminin sürətini tapa bilərəm. Necə taparam? Yazaram. V bərabərdir. X çıxaq x0 bölünsün t düsturuna əsasən. Başlanğıc koordinatım 20-dir. Son koordinatım 50-dir. Yazıram 50 çıxaq 20. Zaman nə qədərdir? 15 dəqiqə. Bərabərdir. 30 bölək 15-dən alıram nə qədər? 2 metr bölünsün dəqiqə. Cavab olur D variantı. Əziz müəllimlər, hər kəsə uğurlar arzulayıram. Növbəti sualların izahında görüşənədək.